Toplum TV iş üzrə keçirilən məhkəmə prosesində bu dəfə də hal şahidləri dinlənilib. Sərxan Qəhrəmanov adlı şəxs 2024-cü ilin martın 6-sında polisin Toplum TV və Demokratik Təşəbbüslər İnstitutunun ofisində axtarışında şahid kimi iştirak etdiyini və ofisdən 30.000 avroya yaxın pul tapıldığını deyib. Dindirilmə zamanı təqsirləndirilən şəxslərdən Toplum TV-nin redaktoru Müşfiq Cabbar şahidin yalan danışdığını deyib. Bu zaman onunla hakim Azər Tağıyev arasında mübahisə yaranıb. Sərxan Qəhrəmanov ifadəsində ofisdə axtarış zamanı təqsirləndirilən şəxslərdən 3-cü Respublika platformasının qurucu üzvü Ruslan İzzətlinin pulları saydığını və ona məxsus olduğunu dediyini iddia edib. Ruslan İzzətli çıxış edərək iddianı təkzib edib və bu barədə video çəkilişin olduğunu xatırladıb. Stat: 5-10 manatdan ötürü üzünü durduğunuz adamlar sizin haqlarınız üçün çalışır. 1937-ci il repressiyalarında da sizin kimi adamlar var idi. Amma bugün oxuyub gördük ki, Hüseyn Cavidlər, Əhməd Cavadlar sınmadı. Burada mühakimə olunan şəxslər də Hüseyn Cavidin, Əhməd Cavadın yetirmələridir. Statın sonu. Aprelin 25-də Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü baş tutub. Zelenski müxtəlif sahələri əhatə edən 6 sənədin imzalandığını diqqətə çatdırıb. O, təhlükəsizlik və müdafiə sənayesinin əməkdaşlıq sahəsində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Təhlükəsizlik elə bir sahədir ki, orada biz çox dərin əməkdaşlıq qura bilərik və biz çox çalışmalıyıq ki, bu məqsədə nail olaq və silahların istehsalına gəldikdə bu bizim xalqlarımız üçün sabitlik gətirə bilər. Prezident İlham Əliyev isə bildirib ki, hərbi texniki əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb və bu istiqamətdə böyük perspektivlər mövcuddur. Həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə zəhər çəkən tərəf dindirilib. İttiham haqqında iddia olunur ki, Rüfət Səfərov Natiq İmanquliyevə torpaq satmaq adı ilə ondan 60.000 manat pul alıb. Lakin sonradan torpağı satmayıb. Buna görə də Natiq İmanquliyev Rüfət Səfərovun yaşadığı mənzilin qarajına gəlib və mübahisə zəminində hüquq müdafiəçisi ona xəsarət yetirib. Aprelin 20-si Bakı Ağır Cinayətlər Məhkəməsində vəkil Rövşən Rəhimlinin suallarına cavab verən Natiq İmanquliyev deyib ki, Rüfət Səfərova pul verdiyini təsdiqləyəcək sübut yoxdur. Ardınca Rüfət Səfərov isə çıxışında işin quramı olduğunu bildirib. Stat: Yəqin vaxtın azlığına görə belə keyfiyyətsiz şəkildə iş qurublar. Həqiqətən ayıbdır. Nə qədər Azərbaycanda bu hakimiyyət var, belə həbslər çox olacaq. Onsuz da bu məhkəmədən gözləntim yoxdur. Bitirin. Gəlib getmək istəmirəm. Statın sonu. Avropa Şurası Ukraynaya ayrılan 90 milyard avro məbləğindəki kreditin detallarını açıqlayıb. Aprelin 23-də dərc olunan press relizdə göstərilir ki, kredit hissə-hissə ödəniləcək və ilk hissənin bu ilin ikinci rübündə ödənilməsi gözlənilir. Təkcə bu il ümumilikdə 45 milyard avronun verilməsi planlaşdırılır. Kreditin qaytarılmasından isə Ukrayna cavabdeh olmayacaq. Avropa Şurası bildirir ki, kredit Rusiyanın Ukraynaya ödəməli olduğu təzminatlar hesabına qaytarılacaq.